Ehtiyat hissələri saytı idi. Biz istəyirdik ki, sataq da nəsə. Amma məsələn, orada işlədikləri adam, hansı ki, əvvəllər işləyiblər, o götürüb ora blog yazmışdı. Mən ona başa sardım ki, sonra gələn deyirdi ki, biz niyə görə önə çıxmırıq? Məsələn, Tapaz çıxır, biz çıxmırıq. Məsələ əslində Tapazın güclü domen olmağı deyildi ən əsas. Təbii ki, o da bir faktordur, amma ən əsas o deyildi. Ən əsas məsələ o idi ki, blog informativ kontentdir. Yəni bir insan nakladka haqqında niyə informativ kontent oxumaq istəsin? Yəni zövq üçün evə nakladka da alıb qoymaq olmaz da. Yəni prosta ya alırsan, ya almırsan da. Girdin seçmək, bu dəqiqə sənə lazımdır. Yəni məsələn blog yazanda ki, Nissan nakladkalarının, tutaq ki, Nissan əyləcilərinin hansı yaxşıdır? Bu insanlara maraqlıdır və Google bunu başa düşür. Başa düşür ki, bu keyword nakladkalar axtaran adam, ya indi Azərbaycanca onu bilmirəm deyə deyirəm. Bunu axtaran adam əslində nə istəyir? O başa düşür ki, bunu o götürüb segmenti və başa düşür ki, nakladka axtaran adam bundan əvvəl 1 milyon nəfərin 95% gedib alıb.